Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Müğənni Aysun İsmailova qızı Sevgi ilə reklama çəkiləcək, o bu barədə özü məlumat verib. Həmin görüntüləri sizlərə təqdim edirik. Hər vaxtınız xeyir olsun. Demək, Direct-də ən çox gələn suallardan biri Sevgini nə zaman görəcəyik? Yəni mənim qızımı. Açığı mən düşünürdüm Sevgini 1 yaşında göstərərəm üzünü. Amma indi o qədər gözəl təkliflər alıram ki, düşünürəm ki, göstərimmi, göstərməyimmi? İki böyük şirkət var, hansı ki Sevgi ilə məni, ikimizi siması etmək istəyir. Mən də düşünürəm ki, Sevgini elə ən gözəli reklam çarxlarında görəsiz. Bilmirəm, bütçə ilə razılaşsaq əgər o da. Bütçə ilə razılaşsaq, təbii ki, qonorar yüksək olduğuna görə hələ ki tam dəqiqləşdirməmişik, amma hansısa bir şirkətin ona gücü çatarsa, razılaşarıqsa, niyə də yox, maraqlı bir şey düşünüb edə bilərik. Hələ bilmirəm, yəni. Razılaşsaq, reklam çarxını görəcəksiniz. Razılaşmasaq, bəlkə 1 yaşında göstərərəm. Hər vaxtınız xeyir olsun. Demək, dünən paylaşım etmişdim ki, qızımla məni reklama çəkmək istəyirlər, sima olaraq. Dünəndən telefonlarımız dayanmır. Bugünə qədər 2 şirkət idi, artıq 6 şirkət olub ki, hansı ki bizimlə çalışmaq istəyir. Biz, belə deyim, düşünüb aralarından birini seçib qərarlaşacaq. Təbii ki, bizim verdiyimiz, təklif etdiyimiz bütçə ilə razılıq olarsa. Direct-də hamı yazıbdır ki, Sevgini reklam çarxında görmək istəyirik. İnşallah ki alınar. Aralarından biri var ki o şirkətə daha çox ürəyim yatır. Çünki daha bildiyimiz bir şirkətdir, tanınan bir şirkətdir. İnşallah ki maraqlı bir çəkiliş olacaq, reklam çarxı olacaq və biz bir markanın siması olacaq ana bala.